Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şamxan Sadıqlı. Bugünkü video izahda mühüm ibtidai riyaziyyat kitabından onluq kəsirlər mövzusuna aid testlərin izahına baxacağıq. Qeyd edirəm ki, onluq kəsirlərə aid mövzu izahı, onluq kəsirin toplanması, çıxılması, bölünməsi və s. mövzu izahı YouTube kanalımızda yerləşdirilibdir. Sizlər üçün daha rahat olsun deyə mən həmin mövzu izahının linkini də rəy bölməsində yerləşdirmişəm. Və sualları bir daha proqramla kopya olunub deyə. Hər hansı bir sualda ola bilsin ki, fərqli ola bilər kitabdakı ilə. Güman edirəm ki, yoxdur, amma yenə də hər ehtimala. Əgər olarsa, rəy bölməsində qeyd edə bilərsiniz. Dərslərimizə qoşulmaq üçün isə 055 780 66 37 nömrəsinə WhatsApp-da yaza və ya zəng vura bilərsiniz. Güman edirəm sizlər üçün faydası olmuş olacaq. Ona görə bu tip video izahlardan xəbərdar olmaq üçün və bizlərə, yəni mənə dəstək üçün videonu bəyənib, paylaşıb, kanala abunə ola bilərsiniz. Hər birinizə uğurlar olsun. Başlayaq sualların izahına. Birinci sualdan başlayırıq. Birinci sualda 1 bölünsün 0,8. Hər hansı bir kəsiri və ya ədədin göstərilən kəsirə böləndə kəsirin məxrəci sürəti isə məxrəcinə düşür və vurma olurdu. Yəni bu deməkdir ki, 1 vurulsun artıq 8-də 100-ə. Üstəgəlsin 2 bölünsün 4. Yəni bu əksinə 2 vurulsun artıq 4-də 100 olmuş olacaq. Sonra üstəgəlsin 4 bölünsün 2. Bu əksinə 4 vurulsun 2-də 100 deməkdir. Və üstəgəlsin 8 bölünsün 1. Bu 8 vurulsun 1-də 100 deməkdir. Və toplayaq. Deməli 100-ü 8-ə böləndə 100-ü 8-ə bölsəm İxtisar aparsaq hər birin 4-ə 50 düşər, daha doğrusu 4-ə böləndə 25 düşər, 4-ə böləndə 2. 25-i də 2-yə bölsək düşər 12,5 birincisi. 2 ilə 4 gedər, 2 qalar. 100-ü 2-yə böləndə 50 düşər. Tamın altında yazılır, kəsirdə kəsir. Və burada 2 ilə 4 gedər, 2 qalar, 2-ni 100-ə vuranda. Bu edər 200. 200-ü burada yazaq. 200 tamın altından. Kəsirdə kəsirin altından yazılacaq. Və 8 ilə 100-ə vuranda bu deyəcək 800. İndi hesablayaq. Deməli, vergül qoyduq. 10-da 5-i yazdıq ora. 200, 800. Bu edər 1000. 1000 üstə 50. 1050. 1050 üstə 12 gələndə bu edər 1062. Yəni cavabımız edər 1062 tam 10-da 5 Y variantı. Keçək növbəti suala. İkinci suala baxırıq. İkinci sualda bu cür məsələlərdə bir-bir bölədə bilərsiniz. Yəni AB tam 10-da C-ni böləndə 0 tam 10.000-də 0 ABC. Böləndə deməli burada 10 var. Burada isə neçə var? 1 arasına 4 dənə 0 10.000 var. Böləndə 1 0-dan gedər. Yerdə neçə qalar? Yerdə qalar deməli 1000. Üstəgəlsin. Burada isə deməli 10 var. Burada 10, daha doğrusu 100 var. Çünki 100-də B-dir. 2 0 buradan gedər, 2-si buradan 100 qalar. 1000 üstə gələrək 100-ü cavabımız edər 1100. Bir bu formada yaza bilərsiniz. İkinci yol isə hər hansı bir ABC 0-dan fərqi deyil. Hər hansı bir ədədləri yazaq. Məsələn, A1 olsun, B2, C3. Şərt deyil 1, 2, 3-ü götürəsiniz. Başqa ədədlər də götürə bilərsiniz. Onda olacaq AB tam 10-da C. Yəni 12 tam 10-da 3. Üstəgəlsin A tam BC. Yəni 1 tam %23. Toplayaq. 1 tam %23. Və 3-ün arxasına dedik ki, istədiyimiz qədər vergiden sonra ədədlərin arxasına istədiyimiz qədər 0 yaza bilərik. 0 üstə 3, 3. 3 üstə 2, 5. Tamını qoyduq. 2 üstə 1, 3. Bir də yerində. Oldu 13 tam %53. Bölünsün 0 tam 1, 2, 3-ü qoyanda, yəni bu bərabərdir 0 tam 10.000-də 123-ə. Və ya da bunu da belə də yaza bilərik. 10.000-də deməli 123-ə. Böləndə nə olurdu? Əksinə vurma olurdu. Məxrəcin sürətin yeri dəyişirdi. Yəni artıq bu vurulsun 123-də 10.000. Və 2 0-la vergül 2-lə sağa gedər. İxtisar aparırsaq burada 123, 1353. İxtisar gedər, yerdə qalar 11 və 11-in
Vuranda 100-ə bu da eləyəcək 1100. Yenə də cavabımız olacaq A variantı. Keçək növbəti suala. Üçüncü suala baxırıq. Üçüncü sualda deməli tamları 1 yazarıq. Toplayaq üstü 0 tam 10 mində 2. Üstə gəlsin 0 tam mində 1 və üzərinə gəlsin 0 tam %2, 0 tam %2 və üzərinə gəlsin 0 tam onda 1, 0 tam onda 1. Toplasa bunları 2, 1, 2, 1, 0. 0 tam sürət elədi. 0 tam 10 mində 1212. Məxrəci toplayaq. 0 tam deməli 10 mində 1, 0 tam 10 mində 1. Üstə gəlsin 0 tam mində 2, 0 tam mində 2 və üzərinə gəlsin 0 tam onda 1, 0 tam, daha doğrusu %1 və üzərinə gəlsin 0 tam onda 2, 0 tam onda 2. Toplasaq 1, 2, 1, 2. 0 tam məxrəc elədi 2000, 10 mində 2121. Onda oldu 0 tam 1210, 10 mində 1212 bölünsün 0 tam 10 mində 2121. Hər birin vuraraq 10 minə və vergüldən azad olmuş olar. Məxrəci də sürətlə. Çünki hər birinin onsuz 10 mində neçədir? Yəni 10 minlər burada bir-birindən gedir. Yerdə qalır 1212 böl 2121. Baxaq sonra nə ixtisar apara bilərik. Baxırıq ki 12 rəqəmlər cəmi hər birində 3-ə bölünür və hər birini 3-ə bölərik, 3-ə bölərik. 12-ni 3-ə böldük 4, 0, 4. 3-ə böləndə 21, 7, 0, 7. 707-də 404 artıq rahat şəkildə görə bilirik ki, hər biri bölünür 101-ə. Hər birini 101-ə böləndə aşağıda qalar 7, sürətdə qalar 4. Yəni cavabımız edər 7-də 4 B variantı. Keçək növbəti suala. 4-cü suala baxırıq. 4-cü sualdan 1,4-dən 1-in çıxanda yerdə qalır 0,4. Üstə gəlsin. 2,4-dən 2-sin çıxanda, yəni 2 manat 40 qəpikdən 2 manat çıxanda yerdə qalır 40 qəpik, yəni 0,4. Üstə gəlsin. 3,4-dən də 3-ün çıxanda yenə də 0,4 və belə təkrarlanır hər biri. Çünki növbətində 4,4-dən çıxacaq 4-ün, yenə 0,4. Və sonuncusu 60,4-dən 60-ın çıxanda üstə gəlsin olacaq, deməli yenə də bir saniyə davam edəcək. Yenə də üstə gəlsin olacaq 0,4. Və neçədən 0,4 topladıq? Baxırıq ki, 1-dən başlayıb neçəyə kimi? 60-a kimi. Yəni 60 ədədi var. 60 ədəd 0,4-ü toplamaq elə 60 vurulsun 0,4 demək. Və deməli 0-la vergül gedər. 6-nı 4-ə vuranda 24. Bu formada göstərək. Məsələn, 60 vur 0,4. Bu formada yaza bilərikmi? Bəli. 10-dan 60 ixtisar getdi ona. 6 qalar. 6 4-ün yenə cavabımız olar 24. Yəni Y variantı. Keçək növbəti suala. 5-ci suala baxırıq. 5-ci sualda 2,45 onluq kəsirini adi kəsirə çevirin. Yazıb 2,45. Oxuduğumuz kimi də elə yazırıq. 2,45. 45 ilə 100 hər biri bölünər deməli 5-ə. Bölərik 5-ə, bölərik 5. Bu da bərabər olur. 2 tam 100-ü 5-ə böləndə 20, 45-i 5-ə böləndə 9. Və düzgün olmayan kəsirə çevirəndə 2-ni vuracaq 20-yə. 40. Yəni olacaq 20-də. 40 üstə 9 gələcək. Bu deyəcək 49. Yəni cavabımız olacaq 20-də 49 Y variantı. Keçək növbəti suala. 6-cı suala baxırıq. A bərabərdir 0,25, B bərabərdir 0,55. A bölünsün B. A bölünsün B aparıb qiyməti yerinə qoyaq. 0,25-i bölürük 0,55-ə. Hər biri 100-də olduğuna görə sanki 100-ə vururuq, vergüllər nə olur? İtir. Hər birinin sanki vurduğu məxrəci də, sürəti də 100-ə. Və yaxud da onsuz hər birinin deməli 100-də olduğuna görə 100-lər onsuz bir-birinin ixtisar gedir. Bu da 55-də 25 deməkdir. Və hər biri 5-ə bölünər. 55-i 5-ə böləndə 11, 25-i 5-ə böləndə 5. Cavabımız edər 11-də 5, yəni A variantı. Növbəti suala baxaq. 7-ci suala baxırıq. 7-ci sualda deməli 3,10 mində 4632 üzərinə gəlirik. 2 tam 10 mində 5368. 2 üstə 8 0 1 yadda. 3 üstə 6 9. 10 yenə 1 yadda. 10 yenə 1 yadda. 10 yenə 1 yadda. Tamı qoyduq.
3 üstə 2, 5, o da 1, 6. Baxın, burada sonsuz saydıra 0 yazsaq fərqi yoxdur. Yəni 6 tamdır. Onluq hissəsində, yəni kəsr hissəsində artıq heç bir şey yoxdur. Bu elə 6 deməkdir. Yəni sürət oldu 6 bölünsün. 0,17 ilə 0,13-ü toplayanda 17 üstə ilə 13 gələndə bu edəcək neçə? 30. Yəni bölünsün 0,30. Böləndə əksinə vururuq. Yəni 6 vurulsun 30-da 100 demək. İxtisarları yaparsaq 30 ilə 6 gedər. Yerdə qalar 5. 100-ü 5-ə böləndə cavabımız olar 20. Yəni B variantı. Keçək növbəti suala. 8-ci suala baxırıq. 8-ci sualda əvvəl yazdığımız, deyəsən 2-ci sualıdır yoxsa necə? Bundan əvvəlki olan sualların içində. Ona uyğundur. Yəni ABC hər hansı bir ədəddə verə bilərsiniz. Və yaxud da burada fikir verin. A onluqda var və A, daha doğrusu A tam hissə kimi var, A kəsir hissə kimi var. B də kəsir hissə kimi var və tam hissə kimi var. Hər kəsə C də kəsir hissə və tam hissə. Yəni bu neçə deməkdir? Məsələn 1 versiniz 1,1 deməkdir də. Hər biri həm tam hissədə, həm də kəsr hissədə olduğuna görə biz bunu belə yaza bilərik. 1,1 vurulsun A üzərinə B üzərinə gəl C şəklində. Və yaxud da hər hansı bir ədəd də qoysaz eyni cavabı almış olacaq. Burada isə baxın. Burada fikir veririk artıq 2 dənə A. Yəni artıq bu yüzdə deməkdir. 2 dənə B yüzdə deməkdir. 2 dənə C yüzdə C neçədirsə. Yüzdə olduğuna görə biz bunu 0,11 vurulsun A üzərinə gəl B üzərinə gəl C şəklində yazarıq. Və burada ABC-lər ixtisar gedir. 1,1-im, yəni 10-da 11-i böləndə %11-ə yeri dəyişir. 11-də 170 olur. 11-lər getdi. 100-ü də 10-a böləndə cavab etdi 10. Yəni 8-ci sual cavabımız oldu C variantı. Hər hansı bir ədəd də qoysaz, A-ya 1, B-yə 2, C-yə 3 verin və yaxud da başqa bir ədədlər verin, sıfırdan fərqli olan eyni cavab olmuş olacaq. Keçək növbəti suala. 9-cu suala baxırıq. 9-cu sualdan sürəti olduğu kimi saxlayaq. Sürətdə deməli 0 tam, 10-lu, 100-lük, 1000-lik, 10.000-lik, 100.000. 100.000-də deməli 128. İndi məxrəci hasil tapaq. 2 için 4, 4 için 8, yəni 0 tam 8 yazdıq bura. Vergüldən sonra neçə ədəd olacaq sayaq. Deməli vergüldən sonra 1, 2, 3, 4, 5, 6. 6 ədəd vergüldən sonra, bax, buradakı vergüldən sonra 6 ədəd nə olmalıdır? Rəqəm yazılmalıdır. Və bunu da qeyd etdiyim kimi mövzu izahında qeyd etmişdik. Nəyə görə? Baxın burada göstərim. 6 ədədsə 8 varsa 5 yenisi yoxdur da 0, 0, 2, 3, 4, 5. Hardan gəldiyim bir daha təkrar yap. 10-da 2 vur. Deməli 100-də 2 vur. Və 1000-də neçə? 2. 2 için 4, 4 için 8 bölünsün. 10-u 100-ə vuranda 1000, 1000-i də 1000-ə vuranda bu edir 1 milyon. 8 bölünsün 2, 4, 6. 6 ilə 0 edir də 3, bəli. 8 bölünsün 1 milyon. Yəni 6 vergüldən sonra 6 rəqəm olmalıdır. 2, 4, 6 rəqəm buradan yaranır. Bir daha göstərdi. Yəqin ki, artıq tam aydın olmuş oldu. Deməli 0 tam bu 100.000-də sonra 28. Yəni burada 1, 2, 3, 4, 5 dənə 0. Burada isə 1, 1, 2, 3, 4, 5, 6 dənə 0. Sürət məxrəcə, yəni bunu belə göstərək, tam aydın olsun. 10.000, 2, 4, 5, 2, 4, bir dənə yazaq. 1, 2, 3, 4, 5, yəni 100.000-də 128. Artıq vurulsun, yeri dəyişəcək. 8-də 1 milyon. Yəni 2, 4, 6 da 0. 5 dənə 0 buradan, 5-i buradan gedir. Burada 10 qalır. 10 ilə 8 ixtisar gedər. 2-yə burada 5 qalar. 8-i 2-yə böləndə 4 qalar. 128-i də 4-ə böləndə düşər. 3, 2, 32 vurulsun, deməli 5. 5 üçün 10, 0 bir yadda. 5 üçün 15, o da 1. 16. Yəni cavab edər 160 D variantı. Bu formada da yaza bilərdik. Və ya təsəvvürsə gətirin ki, hər tərəfin vururam 1 milyona. 1 milyona vurulduqda məxrəc 8 olaraq qalır. Sürət isə 1 milyona vuranda, yəni 5 dənə 0 gedir vergülə görə və 128-in arxasına 1 dənə 0 yazırsınız. 12-nin içində 8 bir dəfə, 48 bölündə 6, 0 da bura yazır. Yəni heç bir fərqi yoxdur.
yenə də eyni cavabı almış oluruq. 10-cu suala baxırıq. 10-cu sualda 0,1000-də 4 vurulsun. Sürəti hesablayaq. 0,5 isə 0,2. 5 üstə 2 7. Yəni elə bu 0,7 demək. Bölünsün. 1 0,1-dən 0,15-in çıxır. Necə ki 1-dən 15-in çıxanda mənfi 14 qalırsa, 0,1-dən də 0,15-in çıxanda mənfi 0,14 qalmış olur. Yəni böyükdən kiçiyə çıxırıq, böyücün işarəsi qalır. Hər birim yüzdə olduğuna görə yüzdə 7, yüzdə 14. Sanki məxrəci də sürəti də 100-ə vurulur. Vergüllər itər. 7 ilə 14 ixtisar yeyəndə neçə qalar? 2. Və mənfini müsbətə, müsbəti mənfiyə vuranda da böləndə də cavab nə etmiş olur? Mənfi etmiş olur. 2 ilə də 1000-də 4 ixtisar gedər. 4-ü 2-yə böləndə yerdə qalar 0,1000-də 2. Bu formada göstərməyib cavabı. Bunu bu formada yazın. Deməli, mənfi 1000-də 2 kimi. Hər biri 2-yə bölünüb, bu da edib mənfi 500-də 1. Yəni cavabımız edib B variantı. Keçək növbəti suala. 11-ci suala baxırıq. 11-ci sualda birinci mötərizəni həll etməliyik. 0,8-dən 0,4-ün çıxanda 8-dən 4, 4. Adi qayda ilə onda yazırıq 0,4. 0,4-ü 0,2-yə bölüb. Yəni yüzdələr gedər. Elə 4-ü 2-yə böləndə cavab eləyər neçə? 2. Yəni bura qədər cavabımız etdi 2. Onda oldu 0,1000-dən 16 çıxılsın 2. Yenə də böyükdən kiçiyə çıxıb böyücün işarəsini yazır. Yəni cavabımız mütləq nə olmalı? Bərabərdir, mənfi olmalı. 2-ni necə yazarıq? 2 tam sonsuz sayda arxasına 0 yaza bilərik. Heç bir fərqi yoxdur. Və bundan çıxaraq deməli 0,1000-də 16-nı. Və 2-dən 1-ni götürərək. 10-dan 6 4, 9-dan 1 8, 9-dan 0 9, 1-dən vermişdik, 1-dən də 0 1. Yəni cavab edər mənfi 1,1000-də 984 Y variantı. Keçək növbəti suala. 12-ci suala baxırıq. X bərabərdir, Y bərabər və Z bərabər. Müəyyən bir onluq kəsrlər verir və müqayisə edin. Onda X bərabərdir, yazırıq 4,19-a. Y bərabərdir 4,1000-də 159-a və Z bərabərdir 4,10,000-də 1599. Dedik ki, onluq kəsirin arxasına istədiyimiz sayda 0 yaza bilər. Tam aydın olsun deyə mən. Bura 2 dənə 0 yazaram, bura 1 dənə 0. Heç fərqi yoxdur. Yəni istəsək sonsuz sayda da hər birinin arxasına nə yaza bilərik? 0 yaza bilərik. 4 tamlar eynidir. İndi 4 dənə rəqəmləri, daha doğrusu 4 rəqəmlərin bir-birinə rahat şəkildə müqayisə edə bilərik. Ən böyük hansıdır? Ən böyük deməli 1599. Yəni Z bunların hamısından böyük olarmı? 1500, 1900, 159. Nəysə səhv yazmamışıq. Xeyr. Deməli Z böyüdür bunların hamısından 15, 199. Z böyüdür bunların hamısından. Sonra deməli daha doğrusu üzrü sayın. Bunların ən böyüyü hansı olacaq? 1900. Yəni ən böyükləri olacaq X. 1900-dan sonra deməli böyük olan olacaq 1599. Yəni Z, X böyükdür Z-dən və ən kiçikləri də Y. Y kiçikdir Z-dən, Z də kiçikdir X-dən. Yəni cavabımız olacaq A variantı. Keçək növbəti suala. 13-cü suala baxırıq. 13-cü sualda deməli məxrəci hesablayaq. 1 üstə 0,1 gəldi. Yəni 1 manatım var. O da 0,1 10 qəpik belə deyək. Bu eləyir 1 manat 10 qəpik. Yəni bu olur, formada yazaq. 0,1 bölünsün. 1 çıxılsın. 0,1 bölünsün. 1 üstə 0,1 gəndə tamlar toplanır. 1,1 etmiş olur. Və bu da bərabərdir. Yazırıq 0,1 bölünsün. Hər birim, baxın burada. Hər biri 1/1, 1/1. Yəni hər birini 10-a vuranda onlar gedər. Yəni bu 1 çıxılsın, 1 bölünsün elə 11 deməkdir. Ortaq məxrəci gətirmək üçün hər birini vuraraq deməli neçəyə? 11-ə. 11-ə vurduqda biz bunu 11-də 11 kimi yaza bilərik də. Çünki elə 11-i 11-ə böləndə 1 qalmış olur. Və bərabər olacaq 0,1 bölünsün. 11-də 11-dən 11-də 1-in çıxanda bu da eləyir 11-də 10. Böləndə də deməli
0,1. Onda 1. Bölmə əksinə deyirik vurma olur və məxrəc sürətə, sürət məxrəcə. Yəni olur onda neçə? 11. 10-u 10-a vuranda bu edər %11. Formada cavabımızı qeyd edibmi? %11-i də belə yaza bilərik təbii ki, 0,11 şəklində. Heç fərqi yoxdur. Yəni cavabımız olar D variantı. Keçək növbəti suala. 14-cü suala baxırıq. 14-cü sualda deməli 0,11, 0,44. Yəni bunları ixtisara apararsaq yerdə neçə qalar? 4 qalmış olar. %25. Hər biri 25-ə bölünər. 1, 25-ə bölünəndə 4. Və bu 4 də bir-birinə getmiş olar. Yəni artıq buradakı kəsirlə işimiz bitdi. Yerdə nə qaldı? 0,6 bölünsün 1,5. Yəni 10-da 6 bölünsün 10-da 15-ə. Bu da əksinə 10-da 6 vurulsun 15-də 10 demək. İxtisarları aparsaq onlar gedər. 6-nı 3-ə bölərik 2, 15-i 3-ə böləndə 5. Yəni 5-də 2. 5-də 2-ni də 10-luq kəsir şəklində yazanda 2-ni 10-a vuranda 20 bölünsün sanki 5 kimi 0,4 etmiş olar. Bir dəfəliyə yazaq. 0,4. Çünki onda 4 ixtisar gedir və 5-də 2 qalmış olur. Yəni 2 cür yaza bilərsiniz. Hər birini vurun 2-yə, vurun 2-yə. Bu 4 bölünsün 10 demək deyilmi? 2-yə vuran. 4 bölünsün 10-da 0,4 demək. Və yaxud da 2 bölünsün 5. 2-nin içində 5, 0-dır və tamı qoyduq. 20-ni 5-ə böləndə 4. Yəqin ki, aydın olmuş oldu. Cavabımız oldu A variantı. Növbəti suala baxaq. 15-ci sualda aşağıdakı onluq kəsirlərdən hansı daha böyükdür? Biz deyirik ki, kəsirlərin arxasına istədiyimiz sayda 0 yaza bilərik. Yəni arxasına bunu 2 0 yazın. Sonra bunun arxasına 1 0 yazın. Bunun arxasına 2 0 yazın. Avtomatik olaraq görürsünüz ki, 3200 hamısından böyük. Və yaxud da ilk 2 rəqəmi müqayisə edin. 12, 31, 31, 31, 32. Ən böyük 32. Bununla da cavabımızı tapmış oluruq. Sonra baxaq 16-cı suala. 0,99-u bölüb 1,1-ə. Baxın, bu formada qeyd edək. %99 böləndə əksinə vurma olur. Vur 11-də 10 deməkdir. Və 11 ilə 99 ixtisar gedər. Burada 9 qalar. 10 ilə də 100 ixtisar gedər. 10-da 9 deməkdir. Yəni bu da elə 0,9 deməkdir. 0,9 buradan alırıq. İkincisini göstərək. 4,4. Yəni 10-da 44. Bölünsün əksinə vurma olacaq. 44-də, yəni 1000-də 44-də 1000 qalxacaq üstə. Və 44-lər gedər. 1000-i də 10-a böləndə cavab edər 100. Deməli, buranın cavabı oldu 0,9. Burası etdi 100. 100 üstə 0,9 deyəndə bu edər 0,9 üstə gəlir 100. Tamlar 1 hesablanır. 0 üstə 100. 100 tam onda 9 etmiş olur. Və bunu bölürük. Böləndə yenə də məxrəc sürətə, sürət isə məxrəcə düşür. Yəni onda olur. Deməli 100 tam onda 9. Biz bunu yazarıq. Onda 1009. Vurulsun. Sürət məxrəcə düşəcək, məxrəc isə sürətə. Yerlərin nə etmiş olacaqlar? Dəyişəcəklər. Üstə qalıb 10-da 1. Bunu da bir dəfəliyə yazaq. Bu deməli 10 tam %9. Bu %1009 bölünsünsə əksinə vurulsun 1-də 10 demək. 0-a ixtisar gedər. Yerdə neçə qalar? 10-da 109. Bir də bölünsün. Yəni yerin dəyişəcək. Artıq 1009, daha doğrusu 109 yox, 1009 vur 10 demək. Eyni hər biri bir-birini ixtisar edir. Yerdə sadəcə nə qalmış olur? 1 qalmış olur. Digər yolundan da həllinə baxaq. Digər həll yolundan belə. Deməli, burada %99 deməli. Bu isə 10-da. 1 0 buradan gedər, 1 buradan. Onu vuranda 0,99-a vergül 1 sağa gələr. Yəni olar deməli 0,9. Üstə gəlsin. Aşağı deməli 1000-də deməkdir. 1000
isə 10-da 4 deməkdir. Sıfırlar girər və böləndə nə olurdu? Yerləri dəyişirdi. 100 qalxır üstə. 44-lər ixtisar getdi. Üstə gəl 100 oldu və bölünsün. Üst tərəf yüzdə deməkdir, aşağı isə 10 deməkdir. İxtisar getdi, 10-a vuranda vergül 1% sağa gələcək. Yəni bölünsün 100,9. 0,9 üstə 100 gələndə bu eləyir 100,9. 100,9-u da 100,9-a böləndə eyni ədədə böləndə cavab yenə də 1 etmiş olacaq. Keçək növbəti suala. 17-ci sualda müqayisə edindim. 0,34. 0,4'ü biz 0,40 kimi yaza bilərik. Arxasına sonsuz sayda 0 yaza bilərik. 19'u 2'ye vura, 50'ni də 2'ye vura. Bu 38 bölünsün 100 demək deyilmi? Və bu da 0,38 demək deyilmi? Bəli. Deməli A oldu, A bərabər oldu 0,34'ə. B bərabər oldu 0,40'a və C bərabərdir 0,38. Bunların içində ən böyüyü deməli B böyükdür deməli, yəni B 40-dır. Böyükdür 38-dən, 0,138-dən C-dən, C də böyükdür A-dan. Və yaxud da əksinə yaza bilər. B böyükdür C-dən, C də böyükdür A-dan. Cavabımız olar deməli A variantı. Keçək növbəti suala. 18-ci suala baxırıq. Daha rahat olsun deyə bilən 0,3-dən 0,2-sini çıxarıq. Yəni ardıcıl da gedə bilərsiniz. Bunun heç fərqi yoxdur. 0,3-dən 0,2-sini çıxanda yerdə qalır 0,1. Çıxılsın işarəsini qoyduq. 0,2-ni 0,4-ə vuranda 2 4-ün 8 artıq 0,8 deməkdir. Hardan alırıq? Baxın. 0,10-da 2 vur 10-da 4. Vuranda nə edirdik? Vergüldən sağa rəqəmlərin sayı qədər deməli ədəd olmalıdır. 1, 2-dən. Deməli vergüldən sağa 2 dənə rəqəm olmalıdır. Və yaxud da 10-da 2-ni 10-da 4-ə vuranda 10-un 100, 2 4-ün 8. %8 də nəyə bərabərdir? 0,8. Yəqin ki, aydın oldu. Bəlkə onsuz mövzuda da izah etmişdik. Bərabərdir. 0,1-i 0 tam, daha doğrusu 10-da 1-i 0,1 arxasına istədiyimiz sayda nə yaza bilərik? 0 yaza bilərik, heç bir fərqi yoxdur. Çıx 0,8 arxasına istədiyimiz sayda 0 yaza bilərik. Heç fərqi yoxdur. 0-dan 8 çıxma olmur. 10-dan 8 2 qalar və 0 qalar. 0-dan da 0, 0. Yəni cavab edər 0,2 B variantı. Keçək növbəti suala. 19-cu suala baxırıq. A-dı kəsrə çevirib də həll edə bilərik. Və yaxud da daha rahat yolu. Bu %64 deməkdir. Bu isə 1000-də 32 deməkdir. 100 ilə 1000 ixtisar yerində burada qalar 10 və məxrəc sürətə, sürət məxrəcə düşürdü axı. Ona görə 64-dən 32 gedir. 2 qalar. 2-ni 10-a vuranda bu edər deməli 20. Üstələnsin. 56, 112. Yəni bu 10-da deməkdir. 10-da 6. Bu isə 100-də deməkdir. Yenə sıfırlar getdi. 10 qalxdı üstə. Və 56 ilə 112 ixtisar edəndə yerdə qalır 2. Yəni üstələnsin 10 bölünsün 2 şəklində. Və üstələnsin. Burada deməli 100-də deməkdir. Bu isə 1000-də deməkdir. 2 0 buradan, 2-si buradan. 10 qalxacaq üstə, ixtisar apardıq və üzərinə gəlsin 10 olmuş olacaq. 12-yə böləndə 5 eləyir. 20 üstə gəl 5, üstə gəl 10. Cavab edər neçə? 35. Yəni C variantı. 19-cu sualı digər yolla belə yaza bilərik. 0,64. Biz bunu yazırıq deməli %64. Bölünsün 1000-də 32. Əksinə vurulsun 32-də 1000 etmiş olacaq. Çünki böləndə dedik ki, məxrəc sürətə, sürət məxrəcə yerlərini dəyişir. Üstələnsin 5,6. Yəni 10-da 56. Bölünsün 1 tam deməli %12. Bu əksinə vurulsun 112-də 100 yerlərini dəyişir. Üstə gəlsin. 3 tam %36. Bu %336. Bölünsün daha çünki kəsir xəttini həm də bölməni göstərir. 1000-də 336 bu əksinə vurulsun 336-dan 1000 etmiş olacaq. Bərabərdir. İxtisarları aparaq. 32 64 ixtisar edər 2 qalar. 100 ilə 1000 ixtisar edər 10 qalar. 2-ni 10-a vurduq 20. Üstə gəlsin. 10 ilə 100 ixtisar etdi 10 qaldı. 56 ilə 112 56-ya böldü 2 qaldı. 10-u 2-yə böləndə cavab 5. Üstə gəlsin.
336'lar ixtisar getdi. 100 ilə də 1000 ixtisar gedəndə yerdə neçə qalır? 10. 20 üstə 5, 25, o da 10, 35. Eyni cavabı almış oluruq. Baxaq növbəti suala. 20-ci suala baxırıq. 20-ci sualı müxtəlif cür həll edə bilərik. Yəni heç bir fərqi yoxdur. Məsələn, bu yolla da həll edə bilərik. Hər tərəfini vuraq 10-a. Nə görürsə hər birini 10-a. 4,8 10-a vuranda yerdə qalır 48. Bərabərdir. X 10-a vurdu. 10x üstə gəlsin. 10-un 5-də x hissəsi. 10 ilə 5 ixtisar gedəndə 2 qalar. 2-ni x-a vuranda bu da eləyər 2x. Onda 48 bərabər olar 10 üstə 2 12x-a və 48 12-yə böləndə x bərabər olur 4-ə. Bitdi. Digər yollarla da həll edib cavabı tapmış olaraq heç bir fərqi yoxdur. Məsələn, digər yolla belə. 4,8 bərabərdir. X üstə gəlib deməli 5-də x-dir. X-də neçə deməli? Yəni 1-də 1x deməkdir. 5-ə vuranda 5-də 5x üstə. 5-də x gələndə bu deyilir. 5-də neçə? 6x. 6-nı 5-ə böləndə bu formada yaza bilərsiniz. Və yaxud da çarpaz vurun. 5 8-in 40 0. 4 yadda. 5 4-ün 20, o da 4, 24. 24 tam sonsuz sayda 0 yaza bilərik. Fərqi yox. Bərabər 6x-a. 24 bərabər 6x-a. 6-ya böləndə x bərabərdir. Yenə də 4-ə. Yəni cavabımız olur D variantı. Keçək növbəti suala. 21-ci suala baxırıq. 21-dən. 0,8-i 0,1000-də 2-yə böl. Əksinə yerlərini dəyişəcək. 1000-i üstə yazın və 8-də 100-ü aşağı. 8-i böləndə 2-yə düşər neçə? 4. 100 ilə də 1000 ixtisar girəndə yerdə qalır 10. 4-ü 10-a vuranda olar 40. Üstə gəlsin. 0,12. 100-ü üstə yazın. 3,6 10-u aşağıda. 36-nı 12-yə bölün 3. 10 ilə də 100 ixtisar gedər, yerdə qalar 10. 3-ü 10-a vuranda üstə gəl 30 olar. Sonra çıxılsın. 0,5 10-u aşağı, 0,5 100-ü üstə. 100 ilə 10 ixtisar gedər. 5-i də 5-ə böldük. 1 qaldı. 1 10-un da 10 edir. Onda olacaq çıxılsın 2, vurulsun nə? 10-a. Bu da bərabərdir. 40 üstə 30 70. 2 10-un 20. Yəni 70 çıx 20 yerdə qalar cavab 50 A variantı. Keçək növbəti suala. 22-ci suala baxırıq. Hər biri 3,3 10-da 3-dür. Sanki məxrəci də sürəti də 10-a vuranda onlar gedir. 33-ü 3-ə böləndə yerdə qalır 11. Vurulsun. Hətta bunu bu formada göstərək. Tam aydın olmuş olsun. 3,3. Yəni 10-da 33. Böləndə məxrəc sürətə sürət məxrəcə. Vurulsun artıq 3-də 10. 30 tam 10-da 3. Yəni vurulsun sürət məxrəcə, məxrəc sürətə. Yəni bunu buna böləndə yerləri dəyişəcək. Yəni vurulsun deməli neçə? 10-da 303. 100-də 3-ə bölür. Çünki kəsir xətti bölməyin. Əksinə vurulsun 3-də 100 olmuş olacaq. O da vurulsun 1000-də 3. Deməli 1000-də 3. Bu isə əksinə yerini dəyişəcək. 303-də 303-də 1000 etmiş olacaq. Bərabərdir. İxtisarlara aparaq. 1000-lər getdi. 303-lər getdi. Sonra 3-lər gedər. Sonra bu 10-lar ixtisar gedər. Sonra yerdə nə qaldı? Bu 3 ilə 33 ixtisar gedər. Burada qalar 11. 11 vurulsun. Və 100 ilə 10 ixtisar gedər. Burada 10 qalar. Vur 10-a. 11-i 10-a vuranda cavab edər 110 B variantı. Yəni müxtəlif cür fərqi yoxdur. Hansısa rahatsa onluq kəsiri adi kəsirə çevirib vurmaq və ya da əvvəlki suallarda da göstərdiyimiz qayda ilə cavabını tapmış olarıq. 23-cü suala baxırıq. 23-cü sualda deməli burada proqram kopya edərkən yanlışlıq olmuşdu. Onu düzəltdim ki, kitabda necə verilibsə belə. Kitabda da bu formada verilib. 6 tam %57 bərabərdir. C üzərinə gəlsin 100-də A və üzərinə gəlsin 50-də 3B. Və A üzərinə B üzərinə gəl C-nin cəmin ala biləcəyi ən kiçik qiymət neçədir? Baxın, indi burada 6 tam. C də tamdır. Deməli, C bərabərdir 6-ya. Başqa bir variantı yoxdur. Tam tama bərabər.
Yerdə nə qaldı? %57. Deməli %57 bərabərdir. Yüzdə A üzərinə gəlsin 50-də 3B. Eyniləşdirmək üçün hər birin bununla vuraraq 2-yə, bununla vuraraq 2-yə. Yəni artıq olar %57. 50-ni 2-yə vuranda artıq olur yüzdə 3B-ni 2-yə vuranda 6B. Yəni artıq olacaq %57 bərabərdir. Yüzdə A üzərinə gəlsin 6B şəklində. Hər biri yüzdə oldu. Yəni məxrəclər bərabərdirsə, deməli sürətlər də bərabər olmalıdır. Yəni 57 bərabərdir. A üzərinə gəlsin 6B şəklində. Və ən kiçik qiymət soruşur. Ən kiçik qiymət soruşduğuna görə, yəni biz burada A-nı ən az götürməliyik ki. Çünki 6 mislidir axı. 6 misli daha çox deməkdir. A-nı ən az götürməliyik. Və müsbət tam ədədlərdir. Yəni A-nın yerinə 0 verə bilmirik. 1 versək, 57-dən 1 çıxsaq, 56 6-ya bölünməz. 2 çıxsaq 55 6-ya bölünməz. 3 çıxsaq, bəli, alınır. Deməli, A-nın yerinə götürə biləcəyimiz ədəd neçədir? 3. Yəni onda yazırıq ki, C bərabər 6-ya, A bərabər 3-ə. Yəni A-nı ən az götürürük. Niyə ən az götürdük? Çünki bu B 6-nın mislidir. 6 dəfə daha çoxdur. Daha çox olduğuna görə 6 qatıdır. A-nı ən az götürürük. A3 olduğuna görə 57-dən 3-ün çıxanda yerdə qalır 54 bərabər 6B. Artıq 6-ya bölünür. 54-ü 6-ya bölünür. B bərabər olur 9. Deməli, B də bərabərdir 9. Və ən kiçik cəmin ala biləcəyin kiçik qiymət. 6 üstə 9 15, o da 3, 18. Yəni cavabımız olacaq A variantı. Keçək növbəti suala. 24-cü suala baxırıq. 24-də x və y müsbət tam ədədlərdir və verilən ifadənin x plus y ifadəsinin ala biləcəyi ən kiçik qiymət neçədir soruşur. Çarpaz şəkildə vursaq, onda olacaq x plus y bərabərdir. Y vuranda 1 tam 1000-də 375-ə, bu edəcək 1 tam 1000-də 375 y. 1 tam 1000-də 375 y-dan y-in çıxanda x bərabər olacaq 0 tam 1000-də, yəni 1-dən tam 1-in çıxanda y nə deməkdir? 1 y deməkdir. Birlər gedər, yəni 0 tam 1000-də 375 y-ə bərabər olmuş olur. Bunda əksinə, yəni biz x y-ə, y-i x-a vursaq, 1000-də 375-i necə yaza bilərik? X bərabərdir 1000-də yazaq 375 y. İxtisar aparaq. Hər biri bölünər deməli 375 125-ə, bəli. 125-ə ixtisar aparanda yerdə qalar 3, 125-ə ixtisar aparanda 8. Yəni x bərabərdir 8-də 3 y. Onda əksinə y-in yerinə ən az dediyinə görə ən kiçik qiymət. Y-in yerinə 1, x-in yerinə 8-də 3 yazsaq, bir-birinə bərabər olarmı? Bəli, bərabər olmuş olar. Bizdən də ala biləcək x və y-in cəmini ala biləcək ən kiçik qiymət. Çarpaz şəkildə vuranda belə göstərək. Onsuz oldu 3 ilə 8, 11 etmiş olur. Amma yenə də yazaq. Çarpaz şəkildə vuranda 8x bərabər olur 3 y-ə. Y-in yerinə 1, deməli, y-in yerinə 8 yazanda, x-in yerinə 3 yazanda ən kiçik qiymətləri olmuş olur. Daha böyük qiymətlər yaza bilərik. Amma bizə nə lazım? Ən kiçik qiymət. Ona görə cavabımız olur 3 və 8-in cəmi 11, yəni A variantı. Keçək növbəti suala. 25-ci suala baxırıq. 25-ci sualda baxırıq ki, hər biri onluq kəsirdə olanda məxrəci 100. Yəni hər birini vuraraq 100-ə, hər birini vururuq 100-ə ki, onluq kəsirdən nə olsun? Azad olmuş olsun. Və sizə də tam aydın olmuş olsun. Onda olacaq 0,124-ü 100-ə vuranda 24x çıx 12 bərabərdir 18x üstə gəl 18. 24-dən 18-in çıxanda qalar 6x bərabərdir. 12 üstə 18 30. 36-ya böldük. X bərabərdir 5. Cavabımız bitdi. Digər yollarla da yenə də eyni cavab. Keçək növbəti 26-cı suala baxaq. 26-da bir ədədi 0,4-ə vurmaq o ədədi neçəyə bölmək deməkdir. Yəni hər hansı bir ədədimiz var. Neçəyə vururuq? Vururuq deməli %4-ə. Məsələn, hər hansı bir A ədədi olsun. %4-ə vuranda 4-dən 100 ixtisar edir.
Yəni hər hansı bir ədəd A ədədi vurulsun 25-də 1 deməkdir. Yəni A-nı 1-ə vuranda A edər, məxrəc 25. Yəni həmin ədədə biz neçəyə böldük sayılır? 25-ə. Çünki kəsirin məxrəci onu böləndir. Kəsirin məxrəci nə olur? Bölən. A isə bölünən. Neçəyə bölmək deməkdir? 25-ə bölmək deməkdir. 26 cavabımız oldu. A variantı. Keçək növbəti suala. 27-ci sual. Bu tip suallardan əvvəlki testlərdə də izah etmişdik. Əvvəlki testlərdə ortaq məxrəc və s. gətirirdik. Burada isə baxın, yerinə ədəd qoymağını yazaq. 1 olsun, 2 olsun, 3 olsun. Fərqi yoxdur. Sıfırdan fərqli hər hansı bir ədədlər yaza bilərsiniz. Onda olacaq 0 tam A-nın yerinə 1, B-nin yerinə 2, C-nin yerinə 3. 0 tam 1000-də 123. Üstə gəlsin. 0 tam C-nin yerinə neçə yazmışdıq? 3. 3, 1, 2. Üzərinə gəlsin deməli 0 tam B-nin yerinə 2, C-nin yerinə 3 və 1. Toplayanda bunları 6, 6, 6. 0 tam artıq sürət olur. 0 tam 1000-də 666. 1 qoyanda A 111, B 222, C isə 333. Toplayanda yenə də məxrəc edir 666. Yəni 1000-dən 666-nı 666-ya böləndə əksinə vur. 666-da 1 demək. 666-lar ixtisar gedər. 1000-də 1 ilə 0 tam 1000-də 1 deməkdir. Yəni cavabımız olur 0 tam 1000-də 1, daha doğrusu 10.000 yox, 1000-də 1 D variantı 27-ci sualda. Keçək növbəti suala. 28-ci suala baxırıq. Yenə müqayisə edindir. Qeyd etdiyimiz kimi arxasına sonsuz sayda sıfırları da yaza bilərsiniz. Müqayisə etmək üçün daha rahat. Və yaxud da ilk 2 rəqəmlərinə baxaq. 03, 31, 13. Hansı ən böyükdür? Təbii ki 31. Deməli Y hamısından böyükdür. Y böyükdür neçədən? 13-dən, yəni Z-dən. Z də böyük nədən? X. Y böyük Z-dən, Z də böyükdür X-dən. Cavabımız olur B variantı. Və yaxud da arxasına sonsuz sayda 0 yazıb ədədlər formasında müqayisə edə bilərik. Məsələn, bu edər 315. Arxasına 0 yazanda 3150. Bu da 1315. 29-cu sual. 0 tam %3 bölünsün 0 tam onda 1. Formada yazaq. %3 bölünsün onda məxrəc sürətə, sürət məxrəc. Əksinə vurulsun 1-də 10 etmiş olacaq. Üstə gəlsin. 0 tam 1000-də 216. 1000-də 216. Bölünsün 0 tam 100-də 36. Əksinə vurulsun 36-da 100 etmiş olacaq. Üstə gəlsin. Deməli 10.000-də 1. Üstə gəlsin. 10.000-də 4-dən 0 1. Bölünsün 1000-də 1. Əksinə vurulsun 1-də 1000 etmiş olacaq. Bu da bərabər. İxtisarları aparaq. 100 ilə 10 ixtisar gedər. Yerdə nə qalar? 10-da 3. 10-da 3. Üzərinə gəl. 100 ilə 1000 ixtisar gedir. 10 qalır. 36 ilə 216. 36 ixtisar gedər. 6 qalar. Üstə gəlsin deməli olacaq 10-da 6. Üzərinə gəlsin 1000 ilə deməli 10.000 ixtisar gedəndə yerdə qalar 10-da 1. Bu da bərabər. 10-da 3 üstə 10-da 6. 10-da 9. 10-da 9 üstə 1 gəndə 10. 10-la böləndə cavabımız edər 1, yəni C variantı. Keçək növbəti suala. 30-cu suala baxırıq. Yenə ABC sıfırdan fərqlidir. 1, 2, 3 qoyun. Daha rahat. A-nın yerinə 1, B-nin yerinə 2, C-nin yerinə 3. Yəni 12 tamamda 3 çıxırsan. C-nin yerinə 3 qoydu, B-nin yerinə 2, A-nın yerinə 1. Onda olacaq çıx 32 tam 10-da 1 bölünsün A çıxsın C. A-nın yerinə 1 idi. Yəni 1 çıx C, yəni 3 bərabərdir. 12,3-dən 32,1-in çıxanda mənfidir. Yəni böyükdən kiçiyə çıxanda böyüyün işarəsi mənfidir. Və 1-dən də 3-ün çıxanda mənfidir. Mənfini mənfiyə böləndə də, vuranda da cavab artıq nə olur? Müsbət olmuş olur. Yəni bu işimiz bitdi. Onda əksinə çıxaq. 32-dən 10-da 1-dən çıxırıq. 12 10-da 3. 1-dən 3-ün çıxmamız 11-dən 3-ün çıxarıq 8 və
1-dən 2 çıxmaz. 11-dən 2-sini çıxanda yerdə qalar. Deməli 9. 3-dən 1-ni vermişdik. 2-dən 1, 1. 19,8. Səhv etmirəmsə. Bölünsün. 3-dən 1-ni çıxdıq 2-yə. Və 19,8-i 2-yə böləndə 19-un içində 2. 9 dəfə 9 tam. 9 2 18 1 qalar. 18 ilə böləndə 9. Yəni cavab edir 9,9. D variantı. Yəqin ki, aydın olmuş oldu. Hələ ki, izahlar bu qədər. Güman edirəm ki, növbəti video izahlarda 50 ədəd sual olmalıdır. Yerdə qalan 20 ədəd sualın izahını yaxın vaxtlarda çəkib paylaşaram. Hər hansı bir iradınız, təklifiniz varsa, rəy bölməsində qeyd edə bilərsiniz. Dəstək üçün kanala abunə olub, videonu paylaşıb bəyənə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Hələ ki, hələlik.